Salam dostlar, hər vaxtınız xeyir olsun. Bugünkü mövzumuz ədəbiyyat nəzəriyyəsindən lirik növün janrları olacaq. Baxın, təkcə lirik növün janrları. Başqa mövzu qoşmamışam yanına. Lirik növdən danışanda ilk demək istəyirəm ki, burada sujet xətti olmur. Ona görə ki, lirik növ əsərlərdə əhvalatın şairdə yaratdığı təəssüratlar ifadə olunur. Yəni əhvalat yaxud hadisə yox. Onların şairdə yaratdığı hiss, həyəcan, təəssüratlar ifadə olunur. Məsələn, müəllif epik növdə bir əsər yazır, tutaq ki, bir roman yazır. Danışır orada, deyir 10 yaşımda məhəllədə uşaqlarla top oynayırdım, 18 yaşımda universitetə daxil oldum, 22 yaşımda fərqlənməklə bitirdim, 25 yaşımda işləməyə başladım. Görürsünüz ki, burada sujet xətti var, vahid sujet xətti. Mən dəyişib birinci deyə bilərəm, 25 yaşımda işləməyə başladım, 10 yaşımda uşaqlarla məhəllədə top oynadım. Görürsünüz, sujet xətti var burada, yəni onları dəyişə bilmərəm. Amma lirik növdə sujet xətti yoxdur. Lirik növdə müəllif əsas surət kimi, yəni lirik qəhrəman kimi çıxış edir. Biz deyirik ki, lirik qəhrəmanla şairin şəxsiyyəti arasında güclü əlaqə olsa da, onları həmişə eyniləşdirmək olmaz. Yəni şair bir obraz yaradır əsərində, ona bir xəstəlik verir, ağrı, acısını bizə çatdırmağa çalışır, bizə hiss elətdirmək istəyir. Bu da lirik qəhrəman adlanır həmin obraz. Onları eyniləşdirmək olmaz deyəndə də, bəlkə lirik qəhrəman əsərdə eşq izdirabı çəkir. O deməkdir ki, şair özü də eşq izdirabı çəkir. Lirik qəhrəman aşiq olub, o deməkdir şair də aşiq olub, yox. Yəni lirik qəhrəmanın həyəcanları yalnız onun öz aləmini əks etdirmir. Bu həyəcanlar eyni duyğuları yaşamış minlərlə insanın da ürəyindən qopur. Sonra lirik növdə əsərlər əsasən nəzmlə yazılır, həcmcə kiçik olur, ifadə etdiyi məzmununa görə də ikiyə ayrılır. Məhəbbət lirikası, ictimai-siyasi lirika. Məhəbbət lirikası adından da görürük, məhəbbətdən bəhs olunur, orada bir tərənnüm var. İctimai-siyasi lirika, ictimai quruluşla, dövlət idarə üsulu ilə bağlı məsələlərə toxunulan lirik əsərlərdir. Təbiət lirikası, yaxud peyzaj lirikası kimi ifadələr də çıxa bilər qarşımıza. Bunlar da təbiət gözəlliklərinin tərənnümüdür. Dostlar, mən keçən videolarımın birində bu haqda danışmışdım ki, ədəbiyyat iki cür yaranıb və inkişaf edir. Yazılı ədəbiyyat, şifahi ədəbiyyat. Bugünkü mövzumuz isə lirik növ və onun janrlarıdır. İndi gəlin baxaq, şifahi ədəbiyyatda lirik növün janrları hansılardır? Yazılı ədəbiyyatda lirik növün janrları hansılardır? Biz zaten ədəbiyyat haqqında da danışanda deyirik ki, şifahi yazılıya görə daha qədimdir. Şifahi ədəbiyyatda lirik növün janrlarına aiddir nəğmələr, bayatılar, ağılar, mahnılar. Bunların da öz növləri var ki, indi danışacağım. Yazılı ədəbiyyatda isə lirik növün janrları qəzəl, qəsidə, gitə, rübai, tuyuq, mürəbbi və müxəmməs. Bunlar haqqında da ayrılıqda danışacağım. İlk olaraq o yarandığı üçün elə gəlin başlayaq şifahi ədəbiyyatdan. Adına baxın, şifahi. Danışmışam bu haqda. Ağızdan ağıza keçərək yaranıb, çox variantlıdır. Yəni şifahidir də, bunu kimsə götürüb yazmayıb ki. Məsələn, aiddir nəğmələr. Nəğmələrə aiddir əmək nəğmələri, qəhrəmanlıq nəğmələri, mərasim nəğmələri, məişət nəğmələri, mövsüm nəğmələri. Bunları heç kəs götürüb yazmayıb ki, ağızdan ağıza keçərək öyrənilib. Baxın, məsələn, əmək nəğmələrinə aiddir holavarlar və sayaçı sözlər. Holavarlar əkinçiliklə bağlıdır. Qədim zamanda yəqin ki, insanlar belə inanırdılar ki, öküzlərinə holavar deyə bir nəğməni oxuyanda öküzə güc gələcək, daha yaxşı şumlayacaq yeri. Məsələn, bir nümunə var kitabda, deyir, öküz, xan öküz, dırnaqları qan öküz, sən kötana güc elə, mən də deyim can öküz. Yəni, insanlar inanır ki, bunu öküzə deyəndə öküz belə motivasiya olacaq, disiplinli olacaq, yeri qəşəng şumlayacaq. Nəysə, holavarlarla bağlı bəzi açar sözlər var ki, kötan, kəl, kələ, cüd, öküz, hodaqçı, holav və s. bu kimi sözlər görəndə bilin ki, holavarlara aiddir. Sayaçı sözlər nədir? Holavarlar əkinçiliklə bağlı idisə, sayaçı sözlər heyvandarlıqla, qoyunçuluqla bağlıdır. Sayaçı sözlərində kəndli həyatında qoyunçuluğun böyük əhəmiyyəti göstərilir. Məsələn, nənəm anazlı qoyun, qırqovul gözlü qoyun, pendiri kəsmə, qatığı üzlü qoyun. Axı qoyun çoban ailəsinin rifahını təmin eləyir, onlara xeyir gətirir, bərəkət gətirir. Onlar da qoyuna bir növ hörmətlə, rəğbətlə yanaşırlar da. İndi baxın da,
Danışaq qəhrəmanlıq nəğmələrindən. Adından da görünür, baxın, qəhrəmanlıq. Yəni xalqın igid oğullarını düşmənlə döyüşə, qəhrəmanlığa, mərdliyə səsləyir. Kitabi Dədə Qorquddur, Koroğludur, bu kimi qəhrəmanlıq dastanlarında görürük ki, sərkərdə, xalq qəhrəmanı nəğmələr vasitəsilə, yəni qəhrəmanlıq nəğmələri vasitəsilə öz silahdaşlarını tərifləyir, onları düşmənlə döyüşdə əzm, igidlik nümayiş etdirməyə səsləyir. Məsələn, dastanda görürük ki, Koroğlu gəlir dəlilərini səsləyəndə deyir, dəlilərim, bu gün dava günüdür, müxənnət ordusu talanmaq gərək. Bizim dildə desək, onlara bir motivasiya verir də. Keçək mərasim nəğmələrinə. Mərasim nəğmələri xalqın məişətini bildirir. Yəni, məişəti, güzaranı ilə bağlıdır. Baxın, bizim məişət nəğmələrimiz də var, hansı ki, indi birazdan ondan danışacağım. Amma desək ki, xalqın məişətini, güzaranını bildirir, deyirik mərasim nəğmələri. Ona görə ki, xalqımızın gün güzaranını mərasim nəğmələrindən öyrənirik də. Mərasim nəğmələrindən nə daxildir? Toy nəğmələri, yas nəğmələri. Biz xalqın yas şəraitində olduğunu, toy şəraitində olduğunu mərasim nəğmələrindən öyrənirik deyə deyirik. Xalqın məişətini bildirən mərasim nəğmələridir. Toy nəğmələri, dedim, xalqımızın ailə, məhəbbət, sədaqət kimi mənəvi dəyərlərindən danışır. Məsələn, zülf töküb üzə dilbər, çıxıbdır düzə dilbər. Duvaq salın üzünə, gəlməsin gözə dilbər. Görürük ki, bu toylarda, bayramlarda oxunan nəğmələrdəndir. Biri də var yas nəğmələri, yəni ağılar. Digər adı ilə edilər, edi. İnsanın ölümü, faciəsi ilə bağlı nəğmələrdir. Ağlaram ağlar kimi, dərdim var dağlar kimi, xəzəl ollam tökülləm, viranə bağlar kimi. Bunu da oxuyanda çox asan ayırd eləmək olur da. İndi isə məişət nəğmələri. Yenə deyirəm, məişət nəğmələri desə, deyirik laylalar və oxşamalar. Xalqın məişətini bildirən nəğmələr desə, deyirik mərasim nəğmələri. Məişət nəğmələrinə laylalar və oxşamalar daxildir. Laylalar bilirik ki, ananın körpəsini yatırdan zaman söylədiyi nəğmədir. Təkcə ananın yox, nə bilim, uşağı nənəsi yatırdar, bibisi yatırdar. Oxuyur da, laylay oxuyur. Laylay dedim yatasan, qızıl gülə batasan, qızıl gülün içində şirin yuxu tapasan. Oxşamalar var, bunlara nazlama da deyilir. Oxşamalar ikili və dördlü şəklində olur. Körpəsini əyləndirən, əzizləyib oynadan ananın oxuduğu nəğmələrdir. Məsələn, deyir, balama qurban inəklər, balam haçan iməklər. Tüstüsüz damlar, sarı badamlar, tənbəl adamlar bu balama qurban. Görürük ki, burada balasını nazlayır. Bu da olur oxşamalar, məişət nəğmələrinin bir növü. Təkcə qaldı mövsüm nəğmələri. Adından da görünür, ilin müxtəlif fəsilləri ilə bağlıdır. Yaz, yay, payız, qış haqqında təsəvvürləri əks etdirir. Bizə testə düşə biləcək 2 dənə ad var ki, gün çıx, bir də qodu-qodu. Gün çıx, günəşi çağırmaq məqsədi ilə bu nəğmə oxunurdu. Biri də var, testdə qarşımıza çıxa biləcək bir nəğmə, hətta çıxacaq, dimin toplusunda qarşımıza çıxacaq. Qodu-qodu. Uzun zaman yağan yağışın kəsməsi üçün keçirilən bir mərasimdə qodu-qodu nəğməsi oxunur. Məsələn, elə biz Novruz gələndə oxuyuruq, Novruz gəlir, yaz gəlir, bir əlində saz gəlir. Qışda oxuyuruq yeni il vaxtı, yeni il gəldi, süd kimi ağ qar ilə, çoxlu-çoxlu bar ilə. Elə bunlar da mövsüm nəğmələrinə daxildir. İndi danışaq lirik növün yazılı ədəbiyyatdakı janrlarından. Başlayaq qəzəldən. Hamısından qısa məlumat verim, önəmliləri deyim. Qəzəl əruz vəznində yazılır. 5, 7 və daha artıq beytdən ibarət olur. Beytlər haqqında danışmışdım da. Mətlə beyt olur, məktə beyt olur, bir də şah beyt olur. Qəzəlin məktə beytində şairin adı, yaxud təxəllüsü qeyd olunur. Qafiyələnməsi isə A, B, A, C, A, C, A belə-belə gedir. Sonra qəsidə. Qəsidə artıq biraz iri həcmli olur. Ən az 15 beytdən. Ən az 15 beytdən ibarət olur. Qəsidə təmtəraqlı, təntənəli üslubda yazılır. Özü saray şeiridir. Məzmununa, baxın, məzmununa görə də 5 növü var. Münacat, yəni Allahın tərifi, nət, peyğəmbərin tərifi, mədhiyə, hökmdarların tərifi, fəxriyə, adından da görünür fəxr, şairin özünü tərifləməsi, mərsiyə, müqəddəs şəxslərin vəfatı münasibəti ilə yazılan qəsidə növüdür. Çaşıb həcvi də ora yazmışam, amma həcv qəsidənin növü deyil ha. Yenə də deyim, konkret bir adamın tənqidinə həsr olunan, amma o qədər də ictimai məzmun daşımayan şeirlərdir həcv. Sonra danışaq qitədən.
Qitədə şair fikir və düşüncələrini, daxili həyəcanlarını, zəmanəsinə münasibətini bir parça şeirdə ifadə eləyir. Qafiyələnməsi AB, CB, CB, DB şəklində olur. 2 beytdən 10 beytə qədər olur qitələr. Bir də əxlaqi, tərbiyəvi məzmun daşıyır. Məsnəvi isə həm şeir şəklidir, həm şeir janrıdır, bayatı kimi. Bayatı da həm janrdır, həm şəkildir, məsnəvi kimi. Qafiyələnməsi AA, BB, CC, CC kimi olur. Rübai bitkin dördlük adlanır. Yəni cəmi 4 misradan olan bir şeirdir. Əruz vəzninin həzəc bəhrində yazılır. A, B, A kimi qafiyələnir. Bəzən də elə hamısı A kimi. Sonra danışaq tuyuqdan. Tuyuq türk xalqları ədəbiyyatına məxsus janrdır. Əruz vəzninin rəməl bəhrində yazılır. Qafiyə sxemi A, B, A kimi olur. Yəni görürsüz, rübai ilə eynidir. Onları fərqləndirən, baxın, ikisi də əruz vəznində yazılıb. Lakin fərqləndirən rübai həzəc bəhrində, tuyuq isə rəməl bəhrində yazılıb. Yəni siz deyirsiniz r ilə r-nı yadda saxlayıb çaşıb deyirsiniz rübai rəməl bəhrindədir. Xeyr, rübai həzəc bəhrində yazılıb. Mənim hər dəfə dilimin çaşıb mürəbbə dediyi mürəbbə. Hər bəndində 4 misra olur. Qafiyə sistemi A, B, C, bu kimi qafiyələnir. Sonda da müəllifin öz adı yaxud təxəllüsü yazılır. Sonra keçək müxəmməs. Müxəmməs beşlik deməkdir. Yəni hər bəndində 5 misra olur. Ya hər misrası eyni qafiyələnir A, ya da ki B, A kimi qafiyələnir. Yəni C, A kimi. Sonuncu bənddə də müəllifin ismi verilir. Müxəmməs deyəndə ağla görmədim müxəmməsi gəlir də. Mən cahan mülkündə mütləq doğru halət görmədim. Keçək dostlar təxmisə. Təxmis beşləmə deməkdir. Müxəmməs beşlik, təxmis isə beşləmə deməkdir. Təxmis hər hansı bir şairin özündən əvvəl yaşamış başqa bir sənətkarın qəzəlini 3 misra artırmaqla yazdığı bir şeir növüdür. Məsələn, Füzulinin Məni candan usandırdı qəzəlini hamımız bilirik. Akif adlı bir sənətkar götürür, Füzulinin qəzəlindən 2 beyt götürür, onun əvvəlinə 3 dənə misra artırır, eləyir öz şeiri. Yəni bunu oğurlamış sayılmır ha. Sadəcə təxmis yazır. Təxmis elə yazılır ona görə. Məsələn yazıb Akifin sözü əmmadır, bir balaca müəmmadır. Baxsan dadına baldadır, demə yalan dağ boydadır. Aqillər bilir, qaydadır. Vallahi babam aldadır. Füzuli rindü şeydadır, həmişə xəlqə rüsvadır. Sorun kim bu nə sevdadır? Bu sevdadan usanmazmı? Görürsüz, başqa bir sənətkarın qəzəlindən 2 beyt götürür, 3 misra əlavə eləyir, öz təxmisini yazır şair. Bu qədər əziz dostlar. Lirik növün janrları bu qədər asan və sadə. Videomu bəyəndinizsə like etməyi, kanala abunə olmağı, şərh bölməsində mənə fikirlərinizi, suallarınızı yazmağı unutmayın. Şərhdə sual-cavab eləyə bilərsiniz, fikir mübadiləsi eləyə bilərsiniz, hətta dərs üstündədirsə mübahisə belə eləyə bilərsiniz. Görüşmək üzərə dostlar. Sağ olun, salamat qalın.